Bu günlərdə Şərurda quyudan meyti tapılan 75 yaşlı qadının qətli ilə bağlı daha bir şəxs tutulub. Aprelin 22-sində Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmailovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub. Şərur rayon prokurorluğunda prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib. Firuzə Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə və 120.2.5-ci, yəni tamah məqsədilə qəsdən adam öldürmə maddələrinə tövsif olunub. Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barələrində müstəntiqin vəsadəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, bundan əvvəl Naxçıvan prokurorluğu və Daxili İşlər Nazirliyi qətllə bağlı birgə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, aprelin 22-sində saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar da Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədi ilə həmkəndlisi 1950-ci il təvəllüdlü Zeynəb İsmailovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.